Rusiya paytaxtı son 2 ildə ən böyük dron hücumuna məruz qalıb. Belə ki, bazar ertəsi axşamdan çərşənbə axşamı səhər saat 9-a qədər Moskva bölgəsinə doğru 440-a yaxın dron uçub. Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib. O, dronlardan əksəriyyətinin uzaq məsafədən hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini, Moskvaya yaxınlaşarkən isə 43 dronun vurulduğunu bildirib. Moskva merinin sözlərinə görə dronların düşdüyü yerlərə operativ xidmətlər cəlb olunub. Dağıntı və tələfat qeydə alınmayıb. Rusiya Müdafiə Nazirliyi də Moskva və digər regionlara dron hücumu barədə məlumat yayıb. Bildirilib ki, iyulun 6-sı axşam saatlarından bugün səhər saatlarına qədər hava hücumundan müdafiə sistemləri tərəfindən Belqorod, Bryansk, Voronej, Volqograd, Vladimir, Kaluga, Kursk, Lipets, Oryol, Rostov, Ryazan, Smolensk, Tambov və Tula vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı, Krım yarımadası, Azov və Qara dənizlərin suları üzərində Ukraynanın 452 təyyarə tipli pilotsuz uçuş aparatı vurulub.